Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Bir növbəti videoda da kombinin sizə qoşulum qaydasını göstərəcəm. Yəni bu qaydada, kombini tutaq ki, işlətmirsiniz nə vaxtdandır, təzyiqi düşüb və yaxud da ki, lazımdır, qoşmaq lazımdır. Çoxu bilmədiyi halda bu gördüyünüz krantı görürsünüz. Bağlı vəziyyətdə qoyduğu halda işə salır və kombi dərhal qaynama yaradır. Bu hallarda nə edirsiniz? Bu krant görürsünüzmü? Yəni düzdür, xətlə üzərində düzləmədir. Bu açıq olduğunu bildirir. Bax beləçinə, düz olduğu halda. Böyrəmə olarsa, misal üçün belə olarsa, bağlı vəziyyətini bildirir. Yəni biz bunu açıq saxlayırıq, çünki təzyiqi artırmaqdan sarı açıq qalmalıdır. Bu gördüyünüz, əgər fərqlənmək üçün bilməsəz, bəzilər var ki, kombilərdə ATAPLİNin xətləri ikisi yanaşıdır. Yəni iki xəttin ikisi də yanaşıdır, mətbəx modu da ikisi yanaşıdır. Yəni soyuqla isti su çıxışı yanaşı olur. Yəni eləcəyə də baxarsınız, onun da fərqini necə bilirsiniz? Bax gördüyünüz halda görürsünüz. Bu 20'lik rezbadır. Bu 15'liydi. Eğer yox siz görərsinizsə, tutaq ki, bu gördüyünüz 20'lik, bunun yanında da 20'lik və bu barel krantı, yəni artırmaq üçün yer fərqli olur. Yəni onda siz nə edirsiniz? Yəni onda siz belə edirsiniz ki, yəni rezbi ilə fərqini bilirsiniz ki, ATAPLİNin krantı hansıdır? Yəni 20'lik həmişə yadınıza qalsın, ATAPLİNin üçündür. Bunda fərqlidir. Bunda necə fərqlidir? Yəni 15'lik olan girişlik soyuq suyun girişidir. Gördüyünüz halda 15'lik də isti suyun çıxışı, yəni mətbəxdə gedişdir. Bu gördüyünüzdə ATAPLİNin isti suyudur. Yəni gedişdir. Gedişidir. Bu da gördüyünüz qayıdışdır. Yəni bu hallarda siz nə edirsiniz? Yəni dediyim üsuldan istifadə edirsiniz. Gördüyünüz krantı görürsünüz burada. Barelin krantıdır. Yəni təzyiqini artırmağa. Yəni bunu sağa bağlayıb sola açırsınız. Açdıqda bir gözünüzdə barelli olur. Yəni təzyiqi qaldırmaq üçün. Görürsünüz, bir yarım təzyiqdədir. Siz də bax beləcik açıb bir yarım təzyiqə qoyub krantı da əmin olursunuz ki, açıqdır. Bildiniz necə? Yəni qoyursunuz, açıq qalır. Bəzən olur ki, yadlarından çıxır. Bu krantı bağlı qoyurlar, barel açırlar. Deyirlər usta, su qalxmır. Yəni siz bir də nəzarət eləyin ki, bu su açıq olsun ki, girişdir. Yəni bunu açıq qoymalısınız ki, siz buradan təzyiqi artıra biləsiniz. Yəni bu da dediyim kimi ATAPLİNlə gedişlər açıq olmalıdır. Hər bir ATAPLİNin də krantı yəni sağa bağlanır, sola açılır. Hər iki tərəf krantında açıq olmalıdır. Yəni evdə də baxılmalıdır. Ən axırıncı toçka ATAPLİNin hansıdırsa o daimi polun açıq qalmalıdır. Çünki dövrəyə oradan yaranıb gəlir. Yəni onu qıssaz kombi qaynama yaradacaq. Deməli, gördüyünüz halda burada da isti su qoşulmayıb deyə. Yəni bəzilər ola bilər ki, qoşar. Onda qoşduqda əgər suyun xəttinə və yaxud da pitmitka istifadə edirsə, bu xəttə bir dənə krant assın bura ki, suyun xəttinə. Yəni lazım olduqda kombidən bağlayıb pitmitkadan istifadə et və yaxud da pitmitkadan bağla, kombidən istifadə et olsun deyə. Çünki onun da məqsədi nədir? Su avratka verməsin deyə. İsti suyu soyuq su daxil olub dala qaytarmasın. Kombi qaynama yaratmasın, problem olmasın. Həmən ayarları kombidən aktiv qoyarsınızsa, pitmitka istifadə edərsinizsə, avratka verdiyinə görə sizin pitmitkanız işləməyəcək. Bəziləri də elə biləcək ki, mibran deşilib deyib pitmitkada, ona görə işləmir. Bəziləri olacaq deyəcək, miqriqdədir problem. Yəni fikirləşməyəcəklər ki, burada avratka var. Yəni çoxları bilmir, yəni belə avratka nədir bilmir. Amma izah edirəm hazır. Bəziləri də var ki, mən izah edirəm, bilir, qayıdır deyir ki, neçə il bundan qabaq bilirdim. Halbuki bilmir, özünə güya sığışdırmır ki, bu ustadır, yəni özündə biraz özünə pis təsir edir ki, güya məndən soruşub, məndən öyrənir. O pis bir şey deyil, qıqam. Sən də bilmədiyini, mən bilmədiyimi sən də deyil, mən də bilim. Nə var ki burada? İndi sadəcə olaraq mənim ustam olmayıb, növbəti videoda demişdim, yəni mən öz əlimdən, öz başımdan, yəni Allahın izni ilə, yəni bu yerlərə gəlib çıxmışam. Köməyimi də edirəm, yəni ola bilər, bilən bilər, bilməyənə də izah edirəm ki, bilməyən də bilsin ki, çox xərcə düşməsin. Ona görə izah edirəm. Sağ olun, Allah amanında. Bir də YouTube kanalıma Mərifət Usta TV-yə abunə olun, bildirimi açın, zəhmət olmazsa. Bir də özümü də çəkeyim. Sağ olun, Allah amanında. Gələn görüşlərə dək.
Telefon nömrəmiz də 055 774 88 46.